Esselamu Aleyküm ve Rahmetullah. Bu Kur'aniler var hədisi inkar edenler. Hədis falan bunlar hamısı boş şeylerdi deyir. Əsas Kur'an'dır. Ne lazımdı? Hamısı Kur'an'da yazılıb. Başka şeyler bize lazım değil. Özlerine Kur'ani deyirlər. Biz Kur'an'la gedirik. Ama hədislər, onlar hamısı boş şeylerdi, sonradan çıxan şeylerdi. Bildiniz də kimləri deyirəm. Mənə bir müsəlman kimi şəxsən bu sual çox maraqlıdır. Ona görə xahiş edirəm ki, o Quranilərdən biri bu videomu görürsə, mənim bu bəsit, sadə sualıma cavab versin. Şəxsən mənə çox maraqlıdır. Baxın, sual nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahın Rəsulu, Qur'anda olan Allahın əmrlərini yerinə yetirirdi yoxsa yox? Bəsit bir sualdır, sadə. Allahın Rəsulu Muhammed sallallahu aleyhi və səlləm Qur'anda olan Allahın əmrlərini yerinə yetirirdi yoxsa yox? Cavab ikisindən biridir. Üçüncü cavab yoxdur. Ya hə, ya yox. Düzdür? Desələr yox, yerinə yetirmirdi. Bu artıq məlum məsələdir ki, küfürdür. Peyğəmbəri ittiham eləməkdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha ibadət etmirdi. Allahın əmrlərini yerinə yetirməyib. Bu Peyğəmbəri ittiham eləməkdir. Çox əzəmətli bir şeydir. Bu aydındır. Desələr, bəli, yerinə yetirirdi. İndi mənə çox maraqlıdır şəxsən. Bəsit bir sual verirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm Qur'anda olan Allahın əmrlərini necə yerinə yetirirdi? Onu bizə deyin, biz də elə yerinə yetirək. Axı cavab hədir. Axı cavab bəli, yerinə yetirirdi. Düzdür? Onda deyin bizə. Çox xahiş edirik sizdən. Biriniz heç olmasa. Deyin görək, Qur'anda yüzlərlə Allahın əmri var. Namaz, zəkat, oruc, ümrə, həc, sədəqə və s. Peyğəmbər sallallahu aleyhi və səlləm o Allahın əmrlərini necə yerinə yetirirdi? Mən bir müsəlman kimi Qur'anda olan Allahın əmrlərini necə Peyğəmbər sallallahu aleyhi və səlləm yerinə yetiribsə, elə yerinə yetirmək istəyirəm, elə ibadət etmək istəyirəm. Deyin bizə görə, Peyğəmbər sallallahu aleyhi və səlləm o Qur'anda olan əmrləri necə yerinə yetirirdi? Biz də elə yerinə yetirək. Bəsit bir sualdır. Esselamu Aleyküm və Rahmetullah. Mən əvvəla hamınızı salamlayıram. Tanıdınız da yəqin ki, kimdir? Rəşad bəy. Mən bunu çox, belə deyim də, ağıllı bir insan bilirdim. Düzdür, bəzi sözlərini gülüc obyektinə çevirdiklərini də gördüm. Amma bu qədər də həqiqətən də cılız bir sual verəcəyini heç düşünmürdüm. Əvvəla bunu deyim. Əvvəla biz Qur'anı deyilik. Həc surəsi 78-ci ayətə əsasən Allah Teala bu kitabda da, yəni bunda da, öncəkində də səmmâkum bil muslimindir. Sizi müsəlman adlandırdım. Yəni sənin hələ ki, bilmirəm, siz necə yaşayırsınız həyatı. Allah Teala sizə müsəlman ismi verdim deyir. Siz buna rağmen, yəni bizə Qur'an, düz deyə Qur'ani kəlməsi pis bir söz deyil. Amma bunu firqə adı olaraq istifadə edirsiniz. Bunu hamımız yaxşı bilirik. Allah Teala Qur'an-ı Kərimdə Ali İmran 105-də açıq şəkildə وَلَا تَكُونُ كَالَّذ۪ينَ تَفَرَّقُوا firqələşən kəslər kimi olmayın. وَاخْتَلَفُوا İxtilaf edənlər kimi min ba'di ma ca'humul beyinat bəyanat özlərinə gəldikdən sonra və ulaika lehum azabun azim onlar üçün əzab var deyir. Buna rağmen sən firqələrə bölürsən bizi. Özünüzə əhl-i sünnə vəl cemaə, nə bilim başqasına bir ad, o birisinə bir ad. Yəni bölünə gedirsiniz. Bir halda ki Allah Teala Ənam 159-da da deyir ki, baxın, firqələrə bölünən kəslərlə, tərəf tutan kəslərlə elçinin bir əlaqəsi yoxdur. İnnellezine ferraku dinahum ve kana şi'an lasta minhum fi şey'in.
həqiqətən firqələşən, öz dinlərini firqələrə fərqləndirən və şiə olan, tərəf tutan, tərəfkeş olan kəslərlə deyir, sənin heç bir əlaqən yoxdur. Ləstə minhum fi şeyin. Heç bir şeydə sən onlardan deyilsən. İnnəmə əmruhum ilallah, sümmə yunəbbikum bimə kənu yəf'alun. Buna rağmen sən özünü də firqələrə ayırıb ad qoyursan, bizə də ad qoyursan. Sonra Allah Teala Müminin surəsində deyir ki, فَتَقَتَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا. Öz əmirlərini, öz buyruqlarını, Allahın onlara tapşırdığı işləri öz aralarında kəsərək, bölərək, zəburlar qərar verən, kitablar qərar verən, hərəniz şiələr özünə bir kitab, siz özünüzə başqa kitablar. Kullu hizbin bimə lədeyhim fərihun. Sonra da hər bir partiya, hər bir dəstə öz yanındakı ilə fərəhlənir. Yəni, və yaxud da Rum surəsini açıq şəkildə Allah Teala deyir ki, 31-ci ayəsinin oxuyanda munibun ileyhi vəttəquh və aqimussəlah. Hər zaman ona istinad edib. Munibinə ileyhi, yəni davamlı olaraq dönə-dönə ona yönələn, ona istinad edən. Siz kimə yönəlin? Biz davamlı olaraq hər zaman Qurana yönəldiyimizə görə, Qurandan istinad gətirdiyimizə görə bizi Qurani deyirsiniz. Biz də sizə Buxari mi deyək, nə bilim, hədisçi mi deyək, nə deyək? Yəni, doğrudurmu? Yəni, bu nə məntiqdir? Allaha istinad edən və təquh, ondan təqva edən, ondan qorunan və aqimussəlah, səlatı iqamə edən və la edin deyə və aqimussəlah, yəni ona istinad edin, ondan təqva eləyin və səlatı iqamə edin və la təkunu minəl müşrikin. Şərik qoşanlardan olmayın. Kimlərdən? Minəlləzinə, o kəslərdən ki, fərraqu dinəhum, öz dinlərini firqələşdirdilər və kanu şiən və şiyə oldular, tərəf tutanlar oldular. Əslində sən də şiyyəsən, o birisi də şiyyə dində, o titul kimi götürübdür, amma sifətiniz şiyyədir hamınızın. Kullu hizbin bimə lədeyhim fərihun və hər biri də öz yanındakı ilə fərəhlənir. Birinci bunu bizə Quranı dediyin üçün Quranla sənə cavab gətirdim ki, bizə bu adı demə, bizi bu adı deyənlərdən bizarıq, Allaha şikayət edirik, bizim adımız Müslimdir, sən bizə nə haqla Quranı deyirsən. Sən kimsən? Mən sənə xiyarı desəm, xoşuna gələrmi? Bir gündən sonra mən səni kimi əqidədə olanlara yeni bir ad qoyuram. Xiyari. Xoşuna gələrmi? Sən mənə istədiyin adı qoya bilirsən, mən sənə istədiyim adı qoya bilmərəmmi? Harada dedik ki, biz Quraniyik? Biz bir firqə yaradırıq. Bu firqəmizin adı da Quran. Tarixdə sizi kimi düşünənlərə belə deyiblər. Mənə nə? Aydındır. Belə bir şey deməyiniz doğru deyil. Yəni, bunu da açıq şəkildə və sərt şəkildə qınadım. Ona görə bu sözləri işlətdim ki, bəlkə bizə bir daha bu sözü işlətməyəsiniz. Davam edək. Dedin ki, Peyğəmbərin Qurana əməl edib ya etməyibdir. Bunu deyir, mənim qarşıma çıxan olsa, mənim bu sualım, buna cavab versinlər. Mənim qarşıma çıxdı. Mən buna cavab verməyə hazıram. Əvvəla bunu deyim ki, sualım çox cılız sualdır. Allah Quran-ı Kərimdə deyir ki, denən mən də sizin kimi bir bəşərəm. İnnəmə bəşərun mislukum. Deməli, və Allah Əhzab surəsinin 21-ci ayəsində لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولُ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهِ وَالْيَوْمِ الْآخِرِ وَذَكَرَ اللّٰهِ كَثِيرًا. Ahirətə və qiyamət, Allaha və ahirət gününə ümid edən və Allahı çoxca zikr edən kəslər üçün artıq oldu Allahın Rəsulunda usva, nümunəlik, ən gözəl nümunə, usvatul həsənə, ən gözəl, ən yaxşı bir nümunə oldu deyir. O zaman Allah elçisinin nümunəliyi nədədir sualını ortaya qoysaq, Allah elçisi Qur'anın ayətlərini Allah ona əmr etdiyi zaman necəliyini, keyfiyyətini də ayrıca mı Allahın öyrədirdi? Yoxsa
Allah elə bir şəkildə deyirdi, o zaten başa düşürdü. Deməli, onu kimi iman edən hər bir kəs də bu ayəti oxuyanda elçi necə başa düşürsə, o cür başa düşüb əməl edə bilər. Misal üçün, məsələn, Maidə surəsinin 6-cı ayəsində ey iman edən kəslər, üzünüzü və əllərinizi dirsəklərə qədər və yaxud da dirsəklərlə birlikdə ilə fərq eləməz. Yəni, əsas odur ki, ölçü bura qədər yumaq. Yuyun başınıza və ayaqlardakı, topuqdakı aşıqlara qədər hər iki ayağınıza məst edin deyəndə, bunu bildiyin kimi gedib etməli deyilsən və yaxud da ayaq yolundan gəldiyiniz zaman təharətlənin deyəndə, bu gün bir uşağa ayaq yoluna gedəndə yuyunun deyəndə sənə deyir, necə eləyim bunu? Və yaxud da ki, bu gücünə ki, dinə gəlməyən kəslər arxaları nəcisli gəzirlər. Ayaq yoluna, yəni Quran, Allahın neyinə lazımdır sən ayaq yoluna hansı ayağından girirsən, hansı ayağından çıxırsan, özünü necə yuyursan, Allaha lazım olan budur ki, o əmri icra elə. Sənin üçün necə münasibdirsə, o cür icra elə. Bunun üçün xüsusi bir qayda qoyub insanları manqurtlaşdırmaq, robotlaşdırmaq nəyə lazımdır? Burada məqsədiniz nədir? Allah Teala bizə Mümtəhinə surəsinin 4-cü ayəsində də açıq şəkildə o nümunəliyin sarıq bağlamaq, nə bilim, üzük taxmaq və yaxud da ki, yatmaq, durmaq kimi bir şeydə nümunə olmadığını göstərir. Yəni, nümunəlik Allaha qulluqdadır, Allaha şərik qoşmamaqdadır, Allahdan başqalarına tapınmamaqdadır. Qad kânət ləkum usvatun hasanatun fi İbrahim vəllədinə mə'ə. Bax, gör necə Allah öz ayələrini bir-biri ilə açıqlayır. Sən isə bu Quranı aciz göstərməyə çalışırsan. Yəni, sizin kitablarınız olmasa Quran acizdir. Allahın sözü sizin sözünüzə möhtacdır. Zümər 23-də Allah bu kitabı Əhsənül Hədis adlandırır. Sən demək istəyirsən ki, Əhsənül Hədis sizin hədislərinizə mi möhtacdır? Bu necə bir məntiqdir? Allah Casiyə surəsi 45-ci surənin 6-cı ayəsində bunlar Allahın ayətləridir. Onlar Allahdan və onun ayələrindən sonra hansı hədisə iman gətirəcəklər? Yusuf 111-də bu uydurulmuş bir hədisi yuftara deyil dediyi bir halda, Loğman surəsi 6-cı ayətdə ləhvəl hədisə müştəri olurlar. Elmsiz olaraq insanları azdırmaq üçün dediyi bir halda, siz hər ayəni istədiyiniz kimi əyib büküb yozacaqsınız və öz hədislərinizi Qur'anın üstündə tutub Qur'anı ona möhtac mı edəcəksiniz? O zaman Qur'anı Əhsənül Hədis deməyin nə anlamı var? Furqan surəsi 33-də Əhsənül Təfsir deməyin nə mənası var? Əgər bu Qur'an başqalarının, Xaliqin sözü məxluqun təfsirinə möhtac olacaqsa da, heç düşünməz misiniz, heç ağıl işlətməz misiniz deyə Quranda nə qədər Allah sual verir sizə. Allah deyir ki, İbrahim və onunla birlikdə olanlar sizin üçün nümunədir. O kəslər ki, bir zaman öz qövmləri üçün demişdilər, İnnə bura'un minkum və mimmə ta'budunə min dunillah və kəfərnə bikum və bədə beynənə və beynəkumul ədavə vəl-bəğdəu əbədən həttə tu'minu billah vahdə. Oxumursan bu ayəni görəsən? Nədən nümunə oldu İbrahim və onunla birlikdə olanlar bizə? Buradakı siz kəlməsi ki var, ləkum, Allahın elçisi bu ləkumun içinə girir ya girmir, bilmirəm sizə görə, bizə görə girir. Yəni, mənim nəbim olan, son nəbi olan Muhammed nəbi üçün də bax, İbrahim və onunla birlikdə olanlar nümunədir. Məhəmməd nəbi məcəm, özünə gələn vəhiydən başqa İbrahimi nümunə götürmək üçün onun adından uydurulmuş kitablara mı getdi? Mışna və Qamara kimi kitablara mı getdi? Yəni, bu necə bir məntiqdir? Və yaxud da Allah Teala sənə deyilənlər, səndən öncəki rəsullara deyiləndən başqası deyil deməklə bizə başa salmırmı yəni? Əslində siz özünüz də yaxşı bilirsiniz ki, Allahın kitabı möhtac deyil. Və sənə son olaraq bir fikir də deyim, Rəşad bəy. Allah Teala Həc surəsi 51-də, Səba surəsində 5-ci ayədə və Səba surəsində 38-ci ayətdə açıq şəkildə deyir ki, vəllədinə, o kəsləri ki,
سعوا في آياتنا معاجزين أولئك أصحاب الجحيم. Ayələrimi aciz göstərməyə səy edənlər ki var, onlar cəhim yandırıb yaxan bir alovun yoldaşlarıdır, əshabıdır deyir. Bunu sən yaxşı bilirsən və Səba 5-də də bu məzmunda, Səba 38-də də bu məzmunda 3 yerdə Allah bu ayəti gətirmişdi. Mən düşünürəm ki, bu ayətlər sizə görədir. Sizi kimi düşünənlərə aiddir. Allah elçisi səlatını, baxın, Maidə surəsi 6-cı ayət. Dediyin həc var, nə bilim, ümrə var, deyirsən, o var, bu var. Baxın, xahiş edirəm, bu Quran Ənam surəsi 38-ci ayəsi ilə bu kitabda biz heç bir şeyi nəzərdən qaçırmadıq, Rəbbin unutmaz deyə tapşırıqları vardır. Dininizi sizə Maidə 3-də kamilləşdirdim deyir. Siz deyirsiniz ki, yox, elə deyil. Bu sonradan kamilləşdi, kimlərsə gəldi, yazdı. Bax ki, Allah elçisi Quran-ı Kərimdən başqa heç bir şeyə əməl etmədi. Sahabə Qurandan başqa heç bir şeyə əməl etmədi. Və biz bilirik ki, Allah elçisinin zamanında din yayılanda elə kəslər var ki, dünyada heç bir Allah Rəsulunu bir dəfə belə də görmədi. Heç həccə də getmədilər. Həcdən o ayətləri gedib, həclər Allah elçisindən aldı, gətirdi öz toplumuna, Tövbə 122-də deyildiyi kimi çatdırdılar və onlar da o kitaba görə yaşadılar. Bir nə qədər müddət. Amma sonradan sizlərin uydurduğu kitablar çıxdıqdan sonra Quran 2-ci dərəcəyə keçdi. Yəni bunu özün tarixi siz məndən yaxşı bilirsiniz. Siz məndən ərəb dilini də yaxşı bilirsiniz. Siz məndən tarixi də yaxşı bilirsiniz. Amma heyfsizlər olsun ki, hələ də ayılmaq istəmirsiniz. Hər şeyi oxudunuz, amma Quranı araşdırmadınız. Bir dəfə düşünmədiniz ki, bəlkə biz yanılırıq. Bəlkə Quran öz-özünə yetərlidir. Bu Quran tək başına Əbu Zər yetişdirdi, nə bilim Səlman yetişdirdi, Miqdad yetişdirdi deyirsiniz. Tarixdə şəxslər var da. Bir də bunu nə deyim, yadıma düşmüşkən. Biz din adına halal və haramı, dinin əhkamını, Allaha qulluğu Qurandan başqa heç bir kitabı, amma belə hər bir kitabı da oxuyarıq. Sizə kim deyibsə bizim adımızdan sizi aldadıblar. Biz hər kitaba da baxırıq, hər kitabı da oxuyuruq. Sizin tarixlərinizə də göz gəzdiririk. Hamısını araşdırırıq. Bizim üçün sadəcə dini qaynaq olaraq biz dinimizi sadəcə Qurandan öyrədirik. İslam tarixi başqa bir şeydir, İslam başqa bir şeydir. Əgər Məhəmməd Nəbiyə sual versəydilər, dindən danış. Əgər sahabələrə sual versəydilər, bizə İslamı çatdır. Əminəm ki, 6236 ayədən başqa bir şey danışmayacaqdılar. Bunu sən də yaxşı bilirsən. Və dediyim kimi, Maidə surəsi 6-cı ayətdə Allah dəstəmazının necə alınmasını izah etdiyi halda düşünürsən ki, səlatını izah etmədimi? Vaxtını İsra surəsi 78-ci ayətdə, Hud surəsi 114-cü ayətdə açıqladığı halda siz onu 5 vaxta qaldırmağınız yetməmiş kimi, çünki giriş-çıxışı hər hamısı dəqiq bilinməlidir. Nisa 103-ə görə ki, vaxtı müəyyən edilmiş vaxta yazılmış bir ibadətdir. Və bunun da ən aşağı 2 vaxtın həm girişi, həm çıxışı, həm adı ilə Salatul Fəcr və Salatul İşa ilə sabitdir. Yerdə qalanları sabit deyil. Deməli, Quran Salat 2 rikətdir. Belə 2 rikət deyilmə, 2 vaxtının ortadadır. Rikəti də siz özünüzdən çıxartdınız. Ənkəbut 45, baxın, vaxtı bəlli. Səlatdan öncəki dəstəmaz prosesi bəlli. Nə üçün olması Nisa 43-lə bəlli, sükar halından çıxmaq üçündür, deyir. Və səlatın özü mü bəlli deyil? Həccin nə üçün olduğu belə bəllidir. Yəni bunların hamısına detay girmək olar. Siz umumi bir sual verdiniz, mən də sizə umumi bir cavab verdim. Arif adam üçün, ağıllı insan üçün bir işarə yetərlidir. Sizin səhv eləmirəmsə 4 məzhəb imamlarından birinin sözüdür. Bir dəlillə 1000 alimə qalib gəlmək olar, amma 1000 dəlillə bir cahilə qalib gəlmək olmaz. Siz qərar verin. Siz alimsizmi, yoxsa cahilsinizmi? Sözüm bu qədər.